Salam, hər vaxtınız xeyir olsun. Bugün yumuşaq çayın yanına çox dadlı peçeniya resepti bölüşürəm. 2 ədəd yumurta, 1 stəkan şəkər tozu qaba əlavə edib qarışdırıram. Üzərinə 1 stəkan süd, 100 qram əridilmiş kərə yağı da əlavə edib qarışdırıram. Üzərinə 4 stəkan un, 1 paket qabartma tozu, 1 paket vanil əlavə edib yumuşaq xəmir hazırlayıram. Masanı unlayıb xəmiri uzunsov şəkildə yayıram. Bu ölçüdə yaydım. Bu xəmiri 3 hissəyə ayırıram. Yenidən dilimlərə ayırıram. Yağlı kağız sərdiyim soba listinə düzüb 180 dərəcədə 25-30 dəqiqə bişirirəm. Şirniyyat bişdi artıq. Soyduqdan sonra üzərinə mürəbbə şirəsi çəkirəm. Daha sonra kakao savantısına batırıram. Şirniyyat artıq hazırdır. Yumuşaq, ətirli, gözəl görünüşlü peçenyalar alınır. Çayın, qəhvənin yanına çox gözəl olur. Bəyəndinizsə siz də hazırlayın. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.